Əgər Rusiyada cinsi əlaqə qalxışım güclü, yasama oyuncaqlardan faydalansan bolamı, zərərləməsmi? Deyə sual verdilər. Hazır 21-ci əsrdə bu cinsi oyuncaqlar deyən nərsədən köpəyib getdi, rivajlanıb getdi, internetdən tarqalıb yapdı. Yox, zərəri yox bu nərsənin. Nə üçün desək, köp ayollar çocuğu ilə əlaqə qılmayın, zina qılmayın deyə şunu əldən alış maqsadında şunu suallarını bərədilər. Bunlar üçünsə buladı, erkəklə üçünsə buladı. Erkək ailəmə bakamanda çetdir idi, başqa hatın bala çağada bir idi. Bu ayollara bəbirəm ayol boğundan ki cinsi əlaqə qalxışı boladı. Şu zina qılması üçün şunu oyuncaqlara, başqa nəsələrə keyin qul uruşa doğru gələdi. İndi doğru salbıra görə açışı mümkün. Ata-babaların yürüyən ku, onu işlətməyən ku, ata-babala vaxtı onu oyuncaqlar var, lakin internet yaxşı rivajlanmaq. Az internet yaxşı rivajlanıb getdi. Amma oyuncaqlar dedi, bizədən baxıb, nə dedi, Gülüşə brenddim. Şimdi nəsələ çıxıb getdi, şunu görədən, dedi, yine şunu alıb görəmə, ərim yox, kakraz dedi, başqa nə tərəfəmən dedi, basa verədi. Məsləhətim, bu çocuğu erkəklə bilən zina qılmasdan, şu oyuncaqlardan faydalanğanı maqul emasmı? Sizə nə o da bu İslam?